sübuta yetirib. Tezliklə Bakıda 5 saylı Asan Xidmət Mərkəzi fəaliyyətə başlayacaq. Mərkəz Heydər Əliyev prospektində Atletlər kəndi yaxınlığında yerləşir. Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata əsasən artıq 5 saylı Asan Xidmət Mərkəzinin ofisində xidmətin həyata keçirilməsi üçün infrastrukturu işləri həyata keçirilir və son tamamlama işləri görülür. Mərkəz yaxın zamanda paytaxt sakinlərinin xidmətinə veriləcək. Bu il ərzində həmçinin Qəbələ və Masallıda da Asan Xidmət Mərkəzi açılacaq. Artıq Masallıda Asan Həyat kompleksinin inşasına başlanıb. Kompleksin nəzdində fəaliyyət göstərəcək Asan Xidmət Mərkəzi 10 rayonu əhatə edəcək. Ətraflı bölgə müxbirimiz Esmira İsmailova danışacaq. Asan Xidmət kompleksinin inşası üçün Masallı şəhərinin girəcəyində 2,2 hektar ərazi ayrılıb və bu ilin may ayından inşaat işlərinə start verilib. İlkin olaraq Asan Xidmət Mərkəzinin inzibati binasının tikintisi həyata keçirilir. Artıq bu növrədə beton bərkitmə işləri yekunlaşıb. Bu ərazidə inzibati binadan əlavə olaraq kitabxana binası, xırda ictimai tikililər, sosial obyektlər, bura gələn sakinlərin, əhalinin istirahati üçün hər cür şərait yaradılacaq, park salınacaq, onların istirahati təmin olunacaqdır. Asan Xidmət kompleksi Respublikada bu istiqamətdə inşa edilən ilk mərkəzdir ki, buraya müraciət edən əhaliyə hərtərəfli xidmət göstərilməsi nəzərdə tutulur. Kafe, restoran, əyləncə mərkəzləri, ana və uşaq otaqları müraciət edənlərin istifadəsində olacaq. Asan Xidmətdən Masallı ilə yanaşı ona qədər rayon sakinlərinin də yararlanacağı deyilir. Ölkənin bank sektorunda yeni tendensiya başlanıb. Artıq banklar arasında müəyyən